Bir de görürsen ki açılan solur. Düşünen bir beyin bir torpaq olur. Bir yandan boşalır, bir yandan dolur. Sirrini vermeyir sirdaşa dünya. Səməd Yusif oğlu Vəkilov ədəbi təxəllüsü ilə Səməd Vurğun 1906-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. O, Azərbaycan ədəbiyyatının ən parlaq nümayəndələrindən biridir. Şairin yaradıcılığı, vətən sevgisi, insanpərvərlik, azadlıq ideyaları ilə zəngindir. Onun Vaqif, Fərhad və Şirin kimi dramları Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olub. Səməd Vurğun təkcə şair deyil, həm də ictimai xadimdir. O, Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Onun fəaliyyəti Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr verib. 1956-cı ildə cəmi 50 yaşında dünyasını dəyişən Səməd Vurğun qısa ömrünə baxmayaraq zəngin irs qoyub getdi. Çox keçmişəm bu dağlardan, durna gözlü bulaqlardan, eşitmişəm uzaqlardan, sakit axan arazları, sınamışam dostu yarı. El bilir ki sən mənimsən, yurdum, yuvam, məskənimsən, anam, doğma vətənimsən. Ayrı var mı könül candan, Azərbaycan, Azərbaycan. Ona görə mən sənin vaxtını almaq istəmirəm. Xəstənin yanında da çox oturmaq olmaz. Mən bilirəm, mənim özüm də vaxtı xəstə olmuşam, birisi 3 ay bali xəstəxanada yatmışam Moskvada. Öyle elə xəstə idim ki, deyirlər ki, ayağa dura bilməyəcəkdi. Çoxları da deyirlər, ayağa dursa, yaşaya bilməyəcəkdi. Hətta həkimlər orada düzdür, bu həkimlərin öz işi deyildi. O vaxt Qarbaçov onlara göstəriş vermişdi, onlar gəldilər, bütün bu professorlar, akademiklər konsilium keçirdi, mənə deyirlər ki, sən işləyə bilməyəcəksən, və deyim, nə istəyirsən? Belə, başa sardılar ki, sən ərzə verəcəksən, işdən çıxasan. Mən də dedim ki, yaxşı, çıxaram. İşləyə bilmərəm, çıxaram da. Sonra da çıxdım, 2 aydan sonra da vəzifədən də getdim. Amma ondan sonra da Allah'a şükür olsun yaşayıram. Yaşayıram. Sən də sağalacaqsan, duracaqsan, hələ 10 illərlə də yaşayacaqsan. Narahat olma. El bilir ki, sən mənimsən. Yurdum, yuvam, məskənimsən. Anam, doğma vətənimsən. Ayrılar mı könül candan? Azərbaycan, Azərbaycan.